Sual verən valideyn soruşur ki, mənim övladımın 13 yaşı var. Onun Mədinə İslam Universitetində təhsil alması üçün mən hansı yolu izləməliyəm? Qiymətli valideyn, ən başda övladınız üçün dua edib Allahdan onun faydalı elm almasını istəmək. Həqiqətən də dua hər bir xeyrin, hər bir müvəffəqiyyətin əvvəlidir, başıdır, təməlidir. Eləcə də sovuşub gedən hər bir zərərin, hər bir fəsadın və şərrin təməlidir, əsasıdır. Övladınız üçün dua etmək. Allahım, mənim övladımı hidayət et, onu islah elə, ona faydalı elm almaqda yardımcı ol. Allahım, ona Mədinə şəhərində Allah Rasulü sallallahu aleyhi və səlləmin məscidində, Mədinə Sələfi İslam Universitetində oxuyub, öyrənib, elm və təhsil almağı ona müvəffəq et, onun üçün asanlaşdır. Valideynin duası Allah həmd olsun, qəbul olur. İlk izlənilməsi yol budur. Allaha dua edib Allahdan istəmək. İkinci, övladınızın doğru əqidə, mənhəc üzərində yetişib tərbiyə alması. Salih sələflərin, əhl-i-sünnə vəl-cəmaatın əqidəsi, qaydası, mənhəci, üslubu üzərində inanıb, etiqad edib yaşaması, bu əqidədə, bu etiqadda tərbiyə olub böyüməsi. Mədinə İslam Universiteti salih sələflərin, əhl-i-sünnə vəl-cəmaatın əqidəsi, mənhəci, elmi öyrədilən universitetdir. Deyərdim ki, dünyada bəlkə də ya o təkdir, ya da onun kimi bir və ya iki universitet var. Doğru əqidə, doğru mənhəc, səhabələrin, tabeinlərin, alimlərin yolu, qaydası üzərə elm öyrədib tədris edən universitet. Mədinə İslam Universiteti. Odur ki, övladınız getməmişdən qabaq əqidəsində, mənhəcində doğru düzgün olsun. Belə olanda Allahın izni ilə onun həm sizə faydası olacaq, həm cəmaatımıza faydası olacaq, həm də xalqımıza, ölkəmizə, millətimizə, dövlətimizə xeyirləri, səmərələri, bəhrəsi olacaqdır. İndidən gözəl şəkildə yetişib getsin. Allah qorusun, əgər əksi olsa, əqidəni, mənhəci bilmədən ora getsə, burada necə gəldi insanlar ilə oturub dursa, xüsusən də bidət əhli ilə münasibətə, rəftarlığa fikir verməsə, burası yaxşı olmadığı kimi, orada gedib təhsil alma həyatı da yaxşı faydalı olmayacaq. Ora ayaq qoyduğu ilk gündən etibarən hizbiçilərdir, ixvanlardır, mumeyyilərdir, digər batil və zəlalət fikrində olan insanlardır, onun yaxasını buraxmayacaqlar. Daima onun yanında olacaqlar, ondan istifadə etməyə çalışacaqlar, ona hidayət olmalarına səbəb olmayacaqlar, əksinə daha da azmalarına, daha da fəsada düşmələsinə övladınızın səbəb olacaqlar. Odur ki, burada əqidəni, mənhəci yaxşı öyrənib getsin. Yox, əgər zəif getsə, bu şeylərə fikir vermədən Mədinə şəhərinə getsə, Allah qorusun, özü azdığı kimi gəlib vətənə qayıtdıqdan sonra cəmaata da zərbə və ziyan olacaq. Orada bidət əhli ilə, batil əhli ilə, şübhə əhli ilə oturub durub yoldaşlıq etdikdən, onlar ilə bir cəmaat, bir qrup olduqdan sonra özü azıb zəlalətə düşdüyü kimi gəlib buradakı cəmaatı da azdırıb zəlalətə salacaq. Heç şübhə yoxdur ki, övladın etmiş olduğu salih əməldən valideyn xeyir mükafat qazandığı kimi Allah qorusun, övlad pis yolda olsa, bidətə və zəlalətə düşsə, buna görə valideynə günah və Allah qorusun cəza vardır. İkinci, üzərimizə düşən vəzifə budur. Övladın doğru əqidə mənhəcdə burada yetişib, mənimsəyib, öyrənməsi, haqqı, batili bilməsi, ondan sonra ora getməsi. Bundan sonra isə gəlir səbəblər. Səbəblər çoxdur. Mədinə İslam Universitetində getməmişdən qabaq. Yaxşı olar ki, Qurani Kərimdən əzbərləsin. Qurani Kərimdən əzbərləsin. Elmi mətnlər Allahın köməyi ilə əzbərləsin. Ərəb dilin dərs ala bilirsə, o universitetin məzunlarından, salih sələflərin əqidəsi, mənhəci üzərində olan Mədinə İslam Universitetinin məzunlarından əlhəmdə elmi alsın və nə qədər hazırlıqlı getsə, nə qədər əlhəmdülillah, yəni özü üçün azuqa toplayıb getsə, o qədər onun üçün yaxşı və xeyirlidir. Səbəblərdən hansı sənədlər lazımdır? Ora hansı vərəqlər,
dokumentlər toplanılmalıdır. Mənim bu haqda elmim elə də çox deyil. Mən ora sənəd göndərəndə 2012-ci il idi. 2012-ci il idi. Əlbəttə 2012-ci ildən 2026-cı ilə qədər çox şey dəyişib. Üzərindən artıq 14 il keçib. Xeyli dəyişikliklər olub dünyada, eləcə də Mədinə İslam Universitetinin sənəd qəbulunda. Ona görə bu haqda mən çox geniş məlumat verə bilməyəcəm. Lakin xatırladığım budur ki, elm əhlindən əlhəmdə təskiyə almaq, elm əhli böyük müəllimlərimizdən təskiyə almaq, ən başda Şeyx Kamil Süleymanov. O universitetin ilk məzunudur Azərbaycandan. Və Allaha həmd olsun ölkəmizdə Əhlüsünnə vəl Cəma salih sələflərin dəvətin əsası məhz o kişi olub. Ondan təskiyə almaq, eləcə də o universitetin digər məzunlarından təskiyə, yəni tərcümeyi hal. Tələbə elm əhli yazır ki, mən bu şəxsi tanıyıram, yaxşıdır, ədəbli, əxlaqlı, əqidəsi minhəci salamat. Allahın izni ilə münasib olar ki, gəlsin orada oxusun, elm alsın. Təskiyə almaq. Başqa sənədlər də var, lakin bunları dərli, toplu, yaxşı öyrənmək olar o universitetdə hal-hazırda təhsil alan sələfi tələbələrdir. Hal-hazırda o universitetdə təhsil alan, yaxud da yenicə bitirib gəlmiş, demək sələfi tələbələrdir. Mən Allaha həmd olsun, mən bitirib gələn artıq 5 il var. Əlbəttə 5 ildə də xeyli dəyişikliklər oldu, baş verdi, eşidirik qardaşlardan. Ən gözəli, ən yaxşısı o universiteti yenicə bitirmiş, demək tələbələrdən Allah bərəkət versin, Oruz qardaş, Rüstəm qardaş, ondan sonra Toğrul qardaş, eləcə də orada oxuyan qardaşlardan Vasif qardaş, Zürab qardaş, Səlim qardaş, digər sələfi əqidə minhəcində olan qardaşlarımız. Onlar ilə məsləhət, məşvərət edib onlardan faydalanmaq